Səhvi başdan eləyirsən karandaşı tutmaqla. Karandaşı səhv tutursunuz çünki. Bu qələm deyil, karandaşdır uşaqlar. Karandaş əlin içərisində tutulmalıdır. İki barmaq vasitəsilə. Tutdunuz iki barmaqla. Qalan barmaqlar saxladı karandaşı. Bu barmaq da ki, istəsiz açıq saxlayın, istəyirsiniz bağlı, fərqi yoxdur. Vərəqə söykənməlidir. Əlavə olaraq da karandaş qısadsa normal bir dənə karandaş kullanarsınız. Ümumiyyətlə karandaş uzadıcı lazımdır, vacibdir. Ya bu karandaş uzadıcıdan alın, bunlardan, iki tərəfli olan, ya da ki bundan götürün. O birisi rezva ilə bağlananları tövsiyə eləmirəm. Onları rahat tutmaq olmur, keyfiyyətsizdir. Həm də ki rezvası tez-tez qırılır. Bu birilər də qırılır, güc tətbiq etdikdə, amma o biri qədər tez xarab olmur. Karandaşlarına keçiddik. İki barmaqla qavradıq karandaşı. Karandaşın uzun olması əlinizdən nə qədər uzaq olması. Sizin karandaşı daha rahat idarə eləməyinizə yol açır. Yəni daha rahat, əlinizi daha sərbəst işlədə bilirsiniz. Tutduq karandaşı iki barmaqla əlin içərisində, hökmən əlin içində olmalıdır. Daha sürətli işləmək olur. Sonra barmağı söykürük vərəqə. Başlayırıq düz xətt çəkməyə. Bu gün sizə düz xətt çəkməyi göstərəcəm. Vərəqin başından sonuna qədər vərəqi doldurursunuz düz xəttlərlə. Fikir verin. Hər gün səhər bir 10 dəqiqə, 15 dəqiqə, yarım saat məşq eləsəz, praktik eləsəz bunu. Yəni bir həftə içində, heç nə bilmirsinizsə, bir ay içində çox gözəl bir nəticə əldə edəcəksiniz. Ümumiyyətlə rəssamsızsa, siz rəssam olmaq istəyirsinizsə, hər gün sizin əliniz işləməlidir. Hər gün nəsə bir şəkil çəkməlisiniz, hər gün nəsə dızmaqara eləməlisiniz. Bu praktikanda 30 gün boyunca dayanmadan təkrarlayın. Vərəqin bütün istiqamətlərində xəttlər atırıq. Daha sonra düz xəttlə işimiz bitdi. Keçirik ikinci praktikaya. Vərəqi böldük iki yerə və yaxud da ki, vərəqin arxa tərəfində. Olsun, fərqi yoxdur. Saat əqrəbi və saat əqrəbinin əksi istiqamətində dairələr çəkirik. Bunun üçün də yenə karandaşı tutduq, iki barmaq vasitəsilə. Qavradıq, digərli də burada qalır, dəstək olaraq. Dairəni bir dəfəyə də çəkə bilərsiniz, bir dəfəyə. Bir dəfə indi çəkməyiniz başlardan alınmayacaq, yumurtaya falan oxşayacaq. Belə bir şeylər çəkəcəksiniz, olsun, problem yoxdur. Amma başlardan birinci öyrəndiyiniz müddətdə bir dəfəyə yox, bir neçə dəfəyə həmin dairənin üzərindən keçərək praktik eləyin ki, əliniz açılışsın. Bir işlə mütəxəssis olmaq üçün, professional olmaq üçün, yəni belə deyim, dünyanın %1-nə girmək üçün sizin bir 10.000 saat xərcləməyiniz, sərf eləməyiniz lazımdır. Bunun üçün də 10.000 saat üçün, yəni az saat deyil, fərqinə vardınız yəqin ki. Çox çalışmalısınız. Fikir verin, üst-üstə gedərək çalışın, düzəlsin. Bunu da ki, boşluqlarda saxlamırsınız. Vərəq qapqara olana qədər üst-üstə gedərək çəkirsiniz. İlk dərsdə göstərmişdim, karandaşla düzgün olmaq lazımdır. Karandaş qısa olduqda ştrixi atmaq rahat olmur, düz xətti çəkmək rahat olmur. Səbəb nədir? Karandaşı biz əyirik. Məsələn, bu karandaşın ucu çox şey olmuyor da. Bunu əydikdə, bu indi HP-dir, bircə dəqiqə. Bu biraz da əysəz artıq, getdikcə fikir verin, yayılır. Amma bunu nə qədər əysəz də uc hissəsi itidir deyə, uc hissəsi uzundur deyə həm də. Nə qədər istəsəz əymək mümkün olur və rahatlıqla çəkə bilirsiniz istədiyiniz kimi. Bugünlük bu qədər düz xətt çəkilməsi və dairə praktikasını göstərdim. Bunu təkrarlayırsınız. Bir həftə, 10 gün, 30 gün təkrarlayın. Əliniz ta ki açılışana qədər. Və ümumiyyətlə dayanmaq olmaz. Hər zaman təkrarlamaq lazımdır ki, əl ustalaşsın. Xoş seyirlər.